Qoç bürcü 3 noyabr 2025-ci il. Bugün müəyyən çətinliklər yarana bilər, lakin ümumilikdə müsbət tendensiyaların təsiri güclü olacaq və gün uğurlu keçəcək. Səhərdən etibarən vacib işlərə fokuslanıb diqqətinizi yayındırmasanız, peşəkar sahədə uğur qazanmaq şansınız artacaq və tezliklə ilk nəticələri əldə edəcəklər. Ətrafınızdakı insanlar da sizə kömək etməyə can atacaq və məqsədə çatmaq daha asan olacaq. Gün ünsiyyət üçün münasibdir. Siz müxtəlif xarakterli insanlarla asanlıqla dil tapa biləcəksiniz. Yeni tanışlar sizin səmimiyyətinizi və açıqlığınızı qiymətləndirəcək. Köhnə dostlar isə anlayışınıza və dəstəyinizə görə minnətdar olacaqlar. Buğa bürcü 3 noyabr 2025-ci il. Bugün vacib işlər görmək, ciddi qərarlar qəbul etmək üçün münasib gündür. Hətta mürəkkəb vəziyyətlərlə də üzləşsəniz belə vəziyyəti və insanları düzgün qiymətləndirərək necə davranmalı olduğunuzu tez anlayacaqsınız. Bir çox buğalar uzun müddətli planlarını müəyyənləşdirə biləcək. Yaxın gələcəkdə nəyə fokuslanmalı olduqlarına qərar verəcəklər. Eyni zamanda fikirlərini həmfikir insanlarla müzakirə etmək və onların dəstəyini qazanmaq imkanı yaranacaq. Əkizlər bürcü 3 noyabr 2025-ci il. Bugün siz adi haldan daha çox diqqət mərkəzində olacaqsınız. Bundan zövq alacaqsınız. Özünüzü ən yaxşı tərəfdən göstərə, yeni tanışların rəğbətini qazana, köhnə münasibətləri bərpa edə biləcəksiniz. Əvvəllər əlaqəni kəsmiş insanlar peşman olub sizinlə yenidən ünsiyyət qurmaq istəyəcəklər. Lakin buna razılıq verməzdən əvvəl hisslərinizi dəqiqləşdirməyiniz faydalıdır. İş baxımından da günü uğurlu olacaq. Həm gündəlik vəzifələrinizi yerinə yetirə, həm də başqalarına yardım edə biləcəksiniz. Bu sizə minnətdarlıq və xoş sürprizlər gətirəcək. Xərçəng bürcü 3 noyabr 2025-ci il. Bugün sizdən ciddi səy tələb olunacaq. Hansı məqsədi qarşınıza qoyursunuzsa, ona çatmaq üçün əziyyət çəkmək lazım gələcək. Lakin bu səylər nəticəsiz qalmayacaq. Siz həm maliyyə vəziyyətinizi, həm də peşəkar mövqeyinizi möhkəmləndirə biləcəksiniz. Günün ortası işgüzar danışıqlar və rəhbərliklə görüşlər üçün çox münasibdir. Öz istəkləriniz barədə açıq danışmaqdan çəkinməyin. Bəzi xərçənglər adi günlərdən daha çox işləməli olacaqlar. Amma bu zəhmət tezliklə bol qarşılıq tapacaq. Şir bürcü 3 noyabr 2025-ci il. Bugün həm iş, həm də şəxsi məsələlərdə çox məhsuldar olacaq. Uğursuzluğa səbəb olan problemlər aradan qalxacaq. Uzun müddət sizi narahat edən məsələlər öz əlini tapacaq. Bəzi şirlər uzun müddətdir düşündükləri suallara cavab tapacaq. Bu onların gələcək planlarını daha aydınlaşdıracaq. Eyni zamanda çətin vəziyyətdə qalan dostlara kömək etmək və vaxtilə sizə dəstək olmuş insanlara minnətdarlıq göstərmə imkanı yaranacaq. Qız bürcü 3 noyabr 2025-ci il. Gün fikir ayrılıqları və mübahisələrlə müşahidə oluna bilər, xüsusilə iş yerində. Adətən ünsiyyətdə asanlıqla anlaşan qızlar belə bugün çətinliklərlə qarşılaşa bilərlər. Qarşıdurmalardan uzaq durmağa çalışın. Konstruktiv söhbətlər hər kəs üçün faydalı olacaq. Maliyyə məsələlərini tələsməyin. Borc vermək, müqavilə bağlamaq və ya büdcəsini müzakirə etmək üçün münasib zaman deyil. Ev işləri də bugün sizdən daha çox diqqət tələb edə bilər. Tərəzi bürcü 3 noyabr 2025-ci il. Bugün çoxsaylı yeni təəssüratlar və biliklər gətirəcək. Xüsusilə dünya görüşünü genişləndirmək, yeni şeylər öyrənmək istəyən tərəzilərə uyğun gündür. Alacağınız məlumat yaradıcılığınızı artıracaq və tezliklə ətrafınızdakıları heyran edəcək ideyalarınız yaranacaq. Kommersiya fəaliyyəti ilə məşğul olanlar üçün də gün uğurlu olacaq. Gəlirləri artırmaq və sərfəli razılaşmalar bağlamaq imkanı mümkündür. Əqrəb bürcü 3 noyabr 2025-ci il. Bugün çətin məsələləri araşdırmaq, gizli qalan həqiqətləri üzə çıxarmaq üçün münasibdir. Bir çox əqrəblər bugün öz analitik bacarıqları ilə seçiləcəklər. Lakin hər kəs bu dərin baxışdan məmnun qalmayacaq. Bəzi insanlar öz sirlərinin açılmasından narazı ola bilər. Siz çətin vəziyyətdə olan insanlara yardım edəcək, ədalətin bərpasına çalışacaqsınız. Bu, səylər tələb etsə də nəticə uğurlu olacaq. Nüfuzlu şəxslərin diqqətini cəlb edəcək. Xatan bürcü 3 noyabr 2025-ci il. Bugün məqsəd yönlülüyünüz sayəsində çox şeyə nail ola biləcəksiniz. Qarşınızdakı maneələri aradan qaldırmaq, məqsədlərinizə çatmaq üçün düzgün yolu tapacaqsınız. Bəzi oxatanlar bugün daha sərt davranaraq öz mövqelərini qoruyacaqlar və bu uğur gətirəcək. İntizamlı və diqqətli olmağınız sayəsində həm iş, həm maliyyə baxımından uğurlu nəticələr əldə edə biləcəksiniz.
Oğlak bürcü 3 noyabr 2025-ci il. Bugün asan olmayacaq, lakin siz səbir və əzmkarlığınız sayəsində uğur qazanacaqsınız. Bəzi gözlənilməz çətinliklər planlarınızı bir qədər yavaşlada bilər, amma siz başladığınız işi yarımçıq qoymayacaqsınız. Bu inatkarlıq sizə gözlədiyinizdən də yaxşı nəticə gətirəcək. Axşam maraqlı görüşlər, yeni ideyalar vəd edir. Həmçinin işgüzar münasibətlərdə romantik bir yaxınlaşma baş verə bilər. Dolça bürcü 3 noyabr 2025-ci il. Bugün ünsiyyətdə diqqətli olmalısınız. Ətrafınızda sizi öz məqsədləri üçün istifadə etmək istəyən insanlar ola bilər. Yeni tanışlarla səmimi söhbətlərdən çəkinin. Uzun müddətli planlarınızı paylaşmayın. Müstəqil şəkildə işləməyə vərdiş etmiş dolçalar üçün gün xüsusilə uğurlu olacaq. Öz gücünüzə arxalanaraq Asiya ilə böyük nəticələr əldə edə bilərsiniz. Balıqlar bürcü 3 noyabr 2025-ci il. Bugün rahat və xoş keçəcək. Qeyri-rəsmi ünsiyyət üçün münasib zamandır. Uzun müddətli mübahisələrsiz işgüzar məsələləri müzakirə edə, mühüm qərarlar qəbul edə biləcəksiniz. Yeni gəlir mənbələri və gələcəkdə qazancı artıracaq təkliflər mümkündür. Maliyyə məsələlərində ehtiyatlı davranmaq uğurlu nəticə verəcək.